şəxsən mənim düşüncəm budur ki, Azərbaycanda bəzi sahələrdə mütəxəssis olmadığı üçün bizim şagirdlərin, abituriyentlərin xaricdə təhsil alıb, hətta mənə fikrimi alsalar, bir neçə ildə, ən azı 3 ildə xaricdə təhsil aldıqdan sonra işləyib, sonra vətənə dönüb bir mütəxəssis olaraq buradakı problemləri həll eləməyimiz lazımdır. Yəni bunu bu gün problemi həll eləmək istəsək belə, deyək ki, Təhsil Nazirliyi qərar verdi ki, bütün orta məktəbləri çox yaxşı üst səviyyə çatdıracaq. Əlində kadrı varmı? O qədər üst səviyyəli müəllim heyəti varmı? Bunu necə eləyəcək? Yoxdur. Yoxdur, təbii ki, yoxdur. Bunun olması üçün universitetlər də gərək çox keyfiyyətli təhsil versin. Bəs bizim pedaqoji universitetimiz, bəs bizim yerlərdə müəllimlər institutu, filiallar oldu, indi müəllimlər institutu. Bəs nə bilim, nə qədər pedaqoji sahədə təhsil alacağımız var? Yaxşı, Elçin müəllim, belə bir sual verim. Əgər Təhsil Nazirliyi universitetlərimizdə məzun olan müəllimlərin bilik və bacarıqlarına inansaydı, onları təkrar imtahana soxardı mı? Bilmirəm. Başqa olan məsələdir. Limon xanım, nəsə replikanız var Bəxtiyar müəllimə? Buyurun. Əlbəttə, Bəxtiyar mənim çox fikirlərinə doğrudur, amma bilirsiniz, mənim qızım Bakı Dövlət Universitetini bitirib 2004-2008-ci illərdə. Oğlum da 2005-2009-cu illərdə. Deməli, qızımın bakalavr diplomu Bakı Dövlətin, Pedaqoji Universiteti magistr diplomu bu il Amerikada, Kaliforniya ştatında təsdiq olundu, qəbul olundu. Necə? Yəni özünün ingilis dilində tamamilə başqa prosesdir. Özünün ingilis dilində təqdim. Yəni mən demək istəyirəm, universitetlərimizi də, müəllimlərimizi də belə kiçiltməyək. Əsas məsələ prosesin necə qurulmasıdır, necə idarə olunması məsələləridir və tələbələrə verilən müstəqillik, yaradıcı imkanlar və digər şəraitlər. Söhbət bundan getməlidir. Pedaqoji... Niyə kiçildirsiniz Bəxtiyar müəllim? Kiçiltmək olmaz o qədər. Mən əvvəlcə deyim ki, keçən dəfəki verilişdə də bu Bakı Dövlət Universiteti müzakirə olundu. Bəzən də məndən çox həddindən artıq bu məsələyə doğru görə inciyənlər var. Əvvəlcə mən Bakı Dövlət Universiteti məzunuyam. Bakı Dövlət və onun üzərindən masterım, doktoramı Türkiyədə məzun olmuşam. Buna baxmayaraq Bakı Dövlət Universiteti mənim sevimli universitetimdir. Oradakı təhsil keyfiyyətinin yaxşı olması mənim qürurumdur, mənim üçün fəxirdir. Mən də qürurla deyə bilirəm ki, mən Bakı Dövlət Universiteti məzunuyam. Amma bu günlərim gəlin belə reallıqdan deyək, bir şeyi tərifləmək, yəni deyək bu gün universitetlərimizdə desək ki, əla